Paytaxtda ağır yol nəqliyyat hadisəsi olub. Hadisə yerində olan əməkdaşımız Bətura Nəbiyevanın aldığı xəbərə görə hər iki gənc sürücü dünyasını dəyişib. Maşınlar əzilib, ehtiyat hissələri ətrafa səpələnib, yolun bir hissəsi al-qırmızı qana boyanıb. Qanları donduran mənzərə qarşı-qarşıya gələrək qəza törədən maşınların son görüntüləridir. Səhər saatlarında Lökbatan Xocəsən yolunda dəhşətli yol qəzası baş verib. İki maşın toqquşub və zərbə o qədər güclü olub ki, maşınlardan biri təpədən aşağı yuvarlanıb. Xocəsən Lökbatan yolunun 6,5 kilometrində iki Honda markalı avtomaşındır. Qarşı-qarşıya toqquşublar. Şahidlərin deməsinə görə Hyundai Tucson markalı 90CN 938 nömrəli avtomaşın sürücüsü qarşıdan gələn nəqliyyatın yoluna çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Sürət həddini aşma iki gəncin həyatını yarıda qoydu. Sürücülərdən biri, Hyundai Sonata markalı avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Bakı şəhər sakini polis serjantı Rafiq Abbasov hadisə yerindəcə can verib. Mən marşrutdaydım, düşdü, gördük ki, hadisə baş verib. Amma ölüm işi olub, zülümlə çıxartdılar da. Hyundai Tucson avtomobilinin sürücüsü 35 yaşlı Rövşən Əhmədov ağır vəziyyətdə bir sayılı klinik xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri Binəqədi rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır. Bətura Nəbiyeva, Elnur Abbasov, Space.